Salam, bugünkü dərsimizdə biz Sonitellect modellərinin işləməsi üçün lazım olan verilənlər bazasının etiketlənməsi ilə tanış olacağıq. Salamlar, bugün sizlərə Sonitellect'in ilkin mərhələsi olaraq, obyekt belə deyək, obyekt tanımanın ilkin mərhələsi olaraq labeling hissəsini sizlərə izah edəcəm. Labeling hissəsi nədən ibarətdir? Biz ilk öncə tanımaq istədiyimiz obyektin bir neçə şəkillərini çəkməliyik. Bunun üçün öz telefonunuzdan istifadə edə bilərsiniz. Mən burada bir neçə şəkil çəkmişəm, random bir obyektin sizlərə göstərmək üçün. Sonra isə Google Chrome'a daxil oluruq və istifadə edəcəyimiz labeling, yəni ki proqramından hansını istifadə edirsə, həmən sayta daxil oluruq. Label Studio deyilən bir application da var. Onu istəsəz kompüterinizə indirib oradan da edə bilərsiniz. Biz daha sadə yolunu sizə izah edəcəm, hansıları etmək daha yaxşıdır. RoboFlow yazaraq daxil oluruq. İlk gələn nəticəyə daxil oluruq. Burada sign in deyərək daxil olmalıyıq. Burada sizə seçim gələcək ki, hansı hesabla daxil olmaq istəyirsiniz. Siz orada seçə bilərsiniz. Google hesabınızı seçərək davam edə bilərsiniz. Burada sizdə ilk öncə bura boş olacaq. Burada New Project deyərək daxil olun. Proyektinizin adınızı, məsələn, mən test 1 yazım. Nəyi tanımaq istəyirsiniz onun adını, məsələn, top yazaq, məsələn, top yox. Top güzel. Mesela topları tanımaq istəyirsiniz. Mesela oğlum top əlində top tanıyırdı. Create Public Project dedikdən sonra sizə belə bir hissə gələcək. Burada istifadə edəcəyiniz faylları ya da ki həmən faylların olduğu folderi burada yükləyərək davam edə bilərsiniz. Select folder deyirəm. Test üçün yaratdığım faylı seçirəm. Burada Chrome'dan upload əmri gəlir. Bunu upload deyərək davam edirəm. Burada fayllar yüklənir. Yükləndikdən sonra sizdə burada analiz etməyiniz üçün icazə verir. Buradan save and continue deyərək davam edə bilərsiniz. Hal-hazırda şəkillərimizi öz clouduna yükləyir. Yükləndikdən sonra belə bir hissə gələcək. Burada əgər sizdə şəkillər yüksək saydadısa, deyəlim 5000, 6000 saydadısa, siz dostlarınızla bir yerdə, dostlarınızı bura əlavə edib, burada birbaşa köməkləşərək bunları label edə bilərsiniz. Burada bir seçənəyimiz isə manual labeling olacaq bu hissə. Burada start manual labeling deyərək başlaya bilərik. Burada məsələn mənim 2 əlavə dostum var. Onlarla bir yerdə mən bu labeling hissəsini daha həll edə bilərəm. Amma burada hazırda say az olduğu üçün bunu tək özüm edəcəm. Assign to myself deyərək davam edə bilərsiniz. Sonra yuxarıda gələn start annotating, yəni ki start labeling mənasına gəlir. Labeling nədir? İndi girək göstərim sizə. Buna basdıqdan sonra get started deyirik. Kontrola basaraq şəkili yaxınlaşdıra bilərsiniz və ya uzaqlaşdıra bilərsiniz. Şəkil tam yüklənməyib. İndi labeling nə olduğunu burada izah edəcəm. Labeling odur ki, məsələn bu şəkildə biz bu hədəfi tanımaq istəyirik, bu hədəf. Bunun üçün bu hədəf ətrafında biz bir kvadrat çəkirik belə. Ki biz süni intellekti öyrədəndə hər dəfə süni intellekt bu şəkillərə baxır və hər dəfə bu hədəfin burada olduğunu bilməlidir. Bunun üçün də biz hər şəkildə bu hədəfin belə kvadrat almalıyıq. Və adını da tərk etmək. Save deyib davam edə bilərik. Yuxarıdan sonra şəkil keçə bilərsiniz. Belə deyək, düzdür, biraz vaxt alır, amma nəticə yaxşı olacağını düşünürsək.
daha çox şəkillər, daha yaxşı süni intellekt modeli yaratmaq olur. Amma diqqət etmək lazımdır ki, həmişə hədəf bu 4 buzağın içərisində olsun. On dənəsini edib davam edək. Buradan geri çıxaraq geri qayıda bilərsiniz. Burada annotate hissəsi sizin hansı ki label elədiyiniz şəkilləri göstərir. Burada deyəlim ki, hamısını bunu annotate elədikdən sonra hamısı düşəcək bura. Buradan add to image to dataset, yəni ki, sizin yaradacağınız datasetə əlavə edir bu şəkilləri. Burada deməli bizim süni intellekti yaratma prosesimiz 3 hissəyə bölünür. Training, validation and testing deyilir. Yəni öyrətmə, yoxlama, test eləmə. Training hissəsində biz süni intellekti öyrədirik və training davam edərkən biz orada hansı ki bəzi şəkillərdən istifadə edərək trainingin necə getdiyini yoxlayırıq. Belə deyim, süni intellektdə iki böyük problem var: overfitting və underfitting. Bunlar training olunan zamanı izah edəcəm mənalarını. Bu underfitting və overfittingdən qaçınmaq üçün validation bizim üçün çox vacibdir. Real olaraq görüb həmin prosesi həll etmək lazımdır, həmin problemi. Burada split image between train, valid and test seçdikdən sonra add image-də basırıq. Buradan X-ə basa bilərsiniz. Burada hal-hazırda yüklənir. Datasetə qayıdırıq. Hemen işlemi izah edim. Datasetə qayıdırım. Burada training model dedikdə, burada 2 cür training var. Bir custom training, hansı ki özünüz train edirsiniz. Bir də ki RoboFlow bu application'ın öz trainingi var. Bunun üçün pullu olacaq bu. Buna birinciyə girməyə gərək yoxdur. İkincisini seçərək davam edə bilərsiniz. Burada sizin bir sıra seçimlər verəcək. Processing nədən ibarətdir? Əgər siz eyni vaxtda bir neçə hədəfi tanıyırsınızsa, məsələn deyək ki, bizdə bayaq bir hədəf var idi şəkildə. Bir hədəfdə, bir şəkildə bir neçə hədəfiniz varsa, burada bəzi processinglər əlavə etməlisiniz ki, məsələn, və yaxud da yetərli datanız yoxsa, məsələn bizdə yetərli data yoxdur. Mən burada özüm yenidən data yarada bilərəm, hansı ki götürür, müəyyən formaya salır şəkili, çevirir və yaxud da bölür yarıya. Bunları edərək mənim üçün yeni data yaradır. Hal-hazırda bu bizə lazım deyil. Sizin də böyük ehtimal yetərli datanız olacaq və buna ehtiyacınız olmayacaq. Burada argumentation açılır. Argumentation nədir? Burada şəkilləri müəyyən yenə müəyyən hallara salır, rəng verir. Bu yəni mənası odur ki, deyəlim siz havada çəkmisiniz şəkilləri normal şəraitdə, evdə çəkmisiniz, amma ki sizin istifadə edəcəyiniz yer suyun altıdır. Bunun üçün bu deyəlim müəyyən çətinliklər verir şəkillərə, çətinlik deməyək. Müəyyən hallara salır ki, hər hansı bir çətin şəraitdə sizin süni intellekt modeliniz həmin hədəfi tanırsın. Bunu hal-hazırda etməyə gərək yoxdur. Continue'ya basırıq. Burada create'ə basdıqdan sonra bizim üçün dataset yaradır burada. Datasetimiz hazırdır.
download dataset deyərək davam edə bilirik. Burada biz YOLO modelindən istifadə edəcəyik. Mən YOLO V8-i tövsiyə edirəm, amma YOLO-nun yeni versiyaları da çıxıb. O haqda onları test etmədiyim haqda onları sizə tövsiyə edə bilmərəm. Çünki hər modelin bəzi üstünlükləri və zəif cəhətləri var. Ən stabili YOLO V8-dir. Burada Show Download Code ən yaxşı optiondur. Bunu seçərək bunu davam edə bilərsiniz. Bu hansı ki öz kompüterinizdə train etmək istəyirsinizsə, zip olaraq kompüterinizi indirə bilərsiniz. Continue'ya basaraq davam edə bilərik. Bu kod hamı üçün fərqli olur. Burada müəyyən API key verir. API key nədir? Hər yaratdığınız data üçün müəyyən bir kod verilir. Həmin kodla sizə datanız öz interfeysinizə daxil edə bilərsiniz. Bunu kopyalayırıq və bu hissədə labeling hissəsi qurtarır və biz training hissəsinə keçirik. Burada bu saytın müəyyən asanlıqları var ki, burada copy snippet və and open notebook deyərək sizə xüsusi notebook verir ki, siz orada öz modelinizi train edə bilərsiniz. Bunu seçərək davam edə bilərik. Burada Google Cloud açıldı. Gördüyümüz kimi Google Cloud'a aid bir notebookdur bu. Gələn dərsdə biz modelimizi necə train edə bilərik, o haqda danışacağıq. Bununla da bugünkü dərsimiz sona çatdı. Sağ olun, gələn dərslərdə görüşmək ümidi ilə.